deyirlər əslində? Deyirlər ki, qar yağdısa müəyyən xəstəliklər də sadəcə deyimdir, yoxsa doğrudan da belə... Deyim deyil. Yəni virusların müəyyən mənfi temperaturda viruslar məhv olurlar. Ona görə də hamı arzulur ki, belə viruslar gəzəndə qar yaxsın, şaxta olsun və onlar xeyli dərəcədə hava təmizlənir virusdan. Ona görə də reallıq var orada. Ancaq təbii ki, indi bu dəqiqə immunitetin düşən vaxtıdır, havanın kəsin dəyişən vaxtıdır. Dünənki hava ilə bugünkü havanın yerlə göy qədər fərqi var. Orqanizmdə barometrdir, dəyişir kəsin şəkildə. Ona görə ürək-damar sistemi xəstələrinə, panik atak olan adamlara, fobiyası olan adamlara çox kəskin təsir edir havanın dəyişməsi. Ancaq təbii ki, günəş çıxıb deyin, günəş də sakitləşdiricidir, xeyli dərəcədə insanlara və evdə o dediyin vaxtında Samir bəy, ev isinmirdi. Evlərdə nə qədər kombini qaldırırsan, neyinirsən, həm çöl soyuqdur, həm ev yaxşı isinmir, həm də özündə də çöldən gəlibsən, tam isinə bilmirsən. Ancaq bugün təbii ki, insanlarımıza məsləhətlərimiz budur ki, xəstələnən kimi, birinci qalın geyinsin, unudurlar özünü, günəşi görən kimi nazik geyinirlər, başa düşmürlər ki, bu hələ o demək deyil, bu yaz günəşi deyil, qışdır. İkinci, atalar nə deyir? Deyir, ayağını isti saxla, başını sərin, vaxtında yemək ye, düşünmə dərin. Bugün ən çox insanların xəstələnmə nöqtəsi ayağındandır. Mütləq ayaq isti olmalıdır, yun corab geyməlisən. Çünki yer nəmdir, o nəmişlik də, xüsusilə də kimin revmatizm varsa, xronik revmatizm, deyir, heç nə yox idi, mən bilmirəm, gecə mənim oynaqlarım niyə sızıldadı, niyə səhərə qədər yata bilmədim. Samir bəy, ona görə də mütləq mənada soyuqdan qorunmaq lazımdır. Xüsusilə də revmatizm olan adamlar, bronxial asması olan adamlar, bronxit olan adamlar, öksürəyi olan adamlar, mütləq tonziliti olan adamlar, faringiti olan adamlar gözləməlidirlər. Nevralgiyası, miyalgiyası, əzələ sinir ağrısı olan adamlar. Bütün hallarda soyuq xəstəliyin kəskinləşməsi üçün bir şərait yaradır.